Salam, hörmətli tamaşaçılar. Tarixən parçalanmış Azərbaycan torpaqlarının və neçə repressiya, deportasiya, sürgünlərə, soyqırımlara məruz qalan Azəri türklərinin ağır azlarının bircə mərhəmi var. Azərbaycan torpaqlarının bütövlüyü, özümüzə qayıtmağımız. Bugünkü verilişimizdə biz qürbətə dönən bölgələrdən biri Loru haqda danışacağıq. Loru, dağ bolçasının ayrılmaz bir hissəsi olub. Qazax, Qarayazı, Sarvan, Orus yerlərinin yaylaq yeri olub və birdən-birə Sovet hökuməti qurulandan sonra qondarma bir dövlətin Ermənistan hissəsinin tərkibində qaldı. Coğrafi ərazilərin hansı xalqa, hansı millətə aidliyi, o ərazilərdə həmin millətin izinin olmağıyla, yəni yer-yurt adları, tarixi abidələri, daşüstü yazıları, qayaüstü rəsmləri ilə bağlıdır. Loru bölgəsinin Azəri türklərinə aid olmasını göstərən minlərlə abidələr vardır. Tarixin ən sərt üzü müharibələr, deportasiya, repressiya və soyqırımlarıdır. Həmin ağrıları bu ərazidə yaşayan Azəri türkləri də gördülər, amansız kədər yaşadılar. Ancaq tarixin həqiqət deyilən bir üzü də var. Gəlin tarixin gözü ilə o həqiqətə söykənək. Loru bölgəsinin hər addımdakı yer-yurt adları bizim babalarımızın qoyduğu adlarla bağlıdır. Dəli dağ, əyri qar, qurt qala, İmir, qaranlıq, qurdan, qara arxac və s. Bundan da önəmli olan qayaüstü rəsmlərdir. Soyuqbulaq kəndi yaxınlığındakı Armudlu dərəsində yerləşən bu qayaüstü rəsmlər həmin torpaqların milli pasportu sayıla bilər. Naxçıvandakı Gəmiqaya, Abşerondakı Qobustan və Orxan Yeniseydəki qayaüstü rəsmlərlə oxşarlığı bu ərazilərin kimə məxsus olduğunu bildirən ən böyük dəlildir. Gəlin bir tarixi sənədə də diqqət yetirək. 1919-cu ilin aprel ayında imzalanmış bu tarixi sənəd Tiflis arxivindən götürülüb. Sovet hökumətinin qurulduğu vaxtda Loru nahiyəsinin Ermənistana birləşdirilməsindən söz düşəndə həmin bölgənin ağsaqqalları və rəsmi nümayəndələri Gürcüstan dövlətinə aşağıdakı xahişnamə ilə müraciət edirlər. Gürcüstan Cumhuriyyətinin Müəssisan Məclisinə Borçalı qəzası Loru rayonunun İlməzli, Təzəkənd, Qaraqala, Soyuqbulaq, Cücəkənd, Yırğançay kəndləri müsəlman əhalisinin səlahiyyətli nümayəndələri Alıq Qaraqurbanoğlundan, Məhəmməd Hacı Yusifoğlundan, Rüstəm Mustafaoğlundan və Dilənçi Vəlioğlundan xahişnamə. Loru rayonunun bütün biz müsəlman əhalisi, Borçalı qəzasının 10 millətin nümayəndələrindən ibarət bütün əhalisi kimi siyasətbaz, məsuliyyətsiz ermənilərin az bir qismindən savayı öz sədaqətimizi Tiflis quberniyası və bütövlükdə Gürcüstan ərazisindən ayrılmaz olduğumuzu 1917-ci və 1918-ci illər ərzində ayrı-ayrı vaxtlarda Güney Qafqaz, sonra isə Gürcüstan hökumətinə təqdim etdiyimizi ictimaiyyətimizin hökmləri ilə təsdiqləmişik. Həmin hökmlərdə bizim Loru bölgəsinin bilavasitə Tiflis quberniyasının ərazisində Tiflis quberniya rəhbərinin və ümumiyyətlə hakimiyyət orqanlarının tabeliyində olmaqla saxlamaq, bizi yeni yaradılan Aleksandropol, Gümrü, sonra da Leninakan oldu, erməni ərazisinə, bu ərazi ilə bizim bölgənin və ümumilikdə əhalimizin heç vaxt heç bir işi olmamış, olmur və olmayacaqdır. Qatmamaq barəsində özünü təyin qərarımızı tam qəti və aydın şəkildə bildirmişdik. Bizim belə qəti bəyanatımıza və özünü təyin qərarımıza Gürcüstan hökuməti nədənsə indiyəcən lazımı diqqət yetirməyib və bizim Loru bölgəmiz əhalisi ilə birlikdə ermənilərlə güya mübahisəli olan ərazidə saxlanıb. Bu da hər cəhətdən bizi dəhşətli dərəcədə çətin vəziyyətə salıb və bizim rahat yaşamağımıza çox çətin təsir göstərib. Biz iqtisadi, siyasi, mədəni və bütün başqa cəhətlərdən Tiflisə bağlıyıq və aralaşa bilmərik.
Buna görə də təqdim etdiyimiz hökmlərə əlavə olaraq tez bir zamanda bizim rayonu Tiflis quberniyasının ərazisinə birləşdirməyinizi xahiş edirik. Bu, Loru rayonunun bütün millətlərdən və dinlərdən olan ümum əhalinin arzusudur. Xalqların özünü təyin şüarına əsasən tərtib edib sizə göndərdiyimiz ictimaiyyətimizin hökmlərində bunu ifadə etmişik. Eyni zamanda səlahiyyət barədə 1919-cu il aprel tarixli 2 nömrəli hökmü də təqdim edirik. İmzalar. Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivindən. Loru coğrafi baxımdan hansı əraziləri, hansı yerləri əhatə edir? Harada yerləşir? Loru deyilən ərazi qərbi Azərbaycandadır. Bir tərəfdən Mitin dağlar, digər tərəfində Buzovdağ, başqa bir tərəfdə isə Ləlvər deyilən ərazinin arasında yerləşir. Loru 1500 metr dəniz səviyyəsindən yüksəkdədir. Yeşnəsək düzənlikdir, yəni düzdür hər yer. Subalçı. Bəli, subalçı çəmənliyindədir. Gözəl ab-ı havası var. Yaxşı yaylaqdır. Çoxlu biçənəkləri və yay oturaq sahələri vardır. Loru Qərbi Azərbaycanın ən yaxşı, ən gözəl, ən mənzərəli bir sahəsidir. Bu Loru ərazisində yerləşən o dağların, daşların adları haqqında nə deyir? Lorunu əhatə edən dağlar, bayaqlar dedim, Mitin dağları, Mitin qaranlıq rütubət deməkdir. Bu dağların adını təəssüf ki, ermənilər dəyişib, Keçud dağları qoyub. Keçud dağlarının bir hissəsi Gürcüstana keçir. Gürcüstanla Ermənistanın indiki sərhədinin arasında Leyli zirvəsi vardır. Gürcüstanda bu dağlara Cavahiti dağları deyirlər. Ermənistanda bu dağlara Keçud deyirlər. Amma qədim dağları Mitindir, rütubətli deməkdir. Qaradənizdən gələn rütubətli küləklərin qarşısını bu dağlar kəsir. Bu dağların yətəklərinə 700-800 mm qədər yağıntı düşür. Qaldı, o Buzovdal dağları adı da elə gənə bizim Azərbaycanın adına uyğundur. Sonra Ləlvərdəki Ləlvərdir. Demək, Loru deyilən ərazi sırf Qərbi Azərbaycanın torpağıdır. Loru hansı rayonları əhatə edirdi? Hansı əraziləri əhatə edirdiniz? Loru əvvəl əldən dağ borçalısı deyilən ərazidir. Sonra bu Sovet hökuməti gələndən sonra Lorunu Gürcüstana, bir də Ermənistana bölüşdürdülər. Gürcüstana baş keçidin ərazisi. İndi ona Manis rayonu deyirlər. Ermənistanda qalan ərazi Qarinodur, Calaloğludur. Calaloğlu'nun adı sonralar dəyişdirildi, Stepanavan oldu. Allahverdi rayonudur. Pəmbək və yaxud da Kirovakanın bir hissəsi Loruya aiddir. Allahverdi də Loruya düşür. Allahverdi rayonunun bir hissəsi də Lorunun ərazisinə düşür. Loru böyük ərazidir, çox böyük ərazi. Qərbi Azərbaycanda ən böyük ərazilərdən biridir. Loruda yaşayanların əksəriyyəti Azərbaycanlılardır. Burada çoxlu Azərbaycan kəndləri vardır. Məsələn, İlməzli, Qızılşəfəq, Söyüdbulaq, Qızqala, Urud, Yırğançay, Bəzəkli, Boğazkəsən. Bu ərazidə sayılıb seçilən adamlar olubdur. Məsələn, Qızılşəfəqdə Qara Qurbanlılar, Söyüdbulaqda Hacı Musanın ailəsi, Hacı Musanın başda olmaqla Binnətdir, böyük tayfadır. Piröy. Piröy, bəli, çox böyük tayfa olubdur, yaxşı qoçaq oğlanlar olubdur. Qalaqala Qarasəldə Cümbülü, Şabanlar, İlməzdə Şivahanlı, Hayvanlı. Şivahanlıdan düzdür, hazırda İlməzdə o qədər adam qalmayıbdır. Onun əksəriyyəti köçüb Türkiyəyə gediblər.
Sovet hökuməti yeni gələndə onlar Sovet hökumətinə razılaşmadılar, köçdülər, Türkiyə getdilər. Loru yaylasının ən gözəl kəndlərindən biri Qızıldaş, irəlidən ona qızıl kissələr deyirdilər. Sarıyalı, çox bir safalı yerdə yerləşib. Bir tərəfi meşə, sərin bulaqları, ümumiyyətlə mənzərəli bir yerdir. Burada da adlı sayılır tayfalar olubdur. Onlardan biri Qazağallardır. Sonra Sofiyevlərdir, Qayxıyevlərdir. Son vaxtlarda bu Qayxıyevlər tayfası çox gözəl bir ziyalı tayfa idi. Onun içərisində savadlı oğlanları çox idi, bacarıqlı, sözü kəsərli oğlanlar. Bu da 100-1000 illər boyu Azəri türklərinin yaşadığı Loru bölgəsi. Tanınmış, sınanmış ziyarətgahlarımızdan biri Hacı Xəlil ocağı. Bu qəbirstanlıqdakı bütün mərmər daşlar sökülüb aparıldığı bir yana, qəbir daşlarının çoxu sındırılıb, sonra da qəbirstanlığa kötan salınıb. Bu da özünü dünyaya yazıq, əzilən, cəfakeş bir millət kimi tanıtmağa çalışan ermənilərin əməllərindən biri, əsl iç üzü. Bu, Qurtqala kəndidir. Sonralar Petrovka adlandırılmışdı, 1-ci Pyotrun şərəfinə. Evlərin səliqə səhmanı ilə seçilən bu eldə indi bir neçə erməni ailəsi yaşayır. Kəndlər baxımsızlıqdan, sahibsizlikdən gec-gedə xarabalıqlara çevrilməkdədir. Qızıl Şəfəq kəndi. 89-90-cı illərdə kənddəki evlərin yarısında yaşayan vardısa, indi barmaqla sayılan qədər erməni ailəsi yaşayır. Kənd 10-15 il bundan əvvəlki kəndə oxşamır. Həsrətdən göynəyən insanlar kimi ellərimiz də gün-gündən qocalana oxşayır. Soyuqbulaq kəndində bircə Mustafanın evində yaşayan var. Qaran evlərin qapı pəncərəsi, döşəmə tavanı sökülüb aparılıb ya da yandırılıb. Qarabağ mənimdir deyən bədbəxt ermənilər başa düşmək istəmirlər ki, Ermənistan deyilən ərazidə evlər, ellər, xarabalıqları xatırladır. Orada yaşamağa erməni tapa bilmirlərsə, Qarabağ onların nəyinə gərəkdir? Bir də bütün tarix boyu erməni günü harda xoş keçib, oranı özünə vətən bilib. Rus siyasətinin məhsulu, qondarma Ermənistan dövləti onlara heç vaxt vətən olmayacaq. 88-ci il hadisələrindən sonra Loru bölgəsindən Şamaxıya pənah gətirmiş İlməzli kəndinin ağsaqqalları ilə görüşdük. Orada ana vətəndir, yaddan çıxmır, ancaq biz indi orada gəlmişik, burada da doğma vətən hesab edirik, yaşayırıq, sağ olun. Dədə baba yurdundan ayrılandan sonra heç vaxt yurt yaddan çıxmayıbdır. Ancaq burada da, bu Azərbaycanda da öz millətimizdir, öz xalqımızdır. Əgər qayıtmalı olsa, ürəklə qayıdaram mən. Ürəklə qaydanda orada biz nəyi görəcəyik? Evlərimizi, ellərimizi görməyəcək yerində axır. Təzdən tikərik. Görməsək yenidən qurarıq. Öz vətənimizi, öz ata babalarımızın qəbirlərini gedib ziyarət edərik. Ora əlbət ki, dədə baba yurdumuzdur. Biz yaşımızın çoxunu orada yaşamışıq. Ora elə bir yerdir ki, gecə yatanda da yuxumuzda oranı görürük. Bu unudulası bir şeydir. Ancaq bura pənah gətirmişik biz də. İndi məskunlaşmışıq, burada yaşayırıq, burada vətəndir. İndi də buraya öyrəşirik. Qaranlıqlı mənə qolları bağlı mənəm vətəndən ayrı düşən Ürək dağlı mənəm oy
da ağlamaz. Loru bölgəsində baş vermiş iki qanlı hadisəni iki faktı nəzərinizə çatdıraq. Biri 1918-ci ildə baş verib, biri də 1988-ci ildə. Biri Sovet hökumiyyətinin qurulduğu, biri də onun yıxıldığı vaxt olub. 1918-ci ildə Türk ordusuna xəyanət edən və erməni-türk münasibətlərini düşmən həddinə çatdıran Andranikin qoşunu Loru nahiyəsinə daxil olan kimi Qarahisar kəndində Hacı Kərimin gözləri qarşısında onun gəlini işgəncə ilə öldürür, yenicə doğulmuş körpəsində ucu itlənmiş payıya keçirirlər. Sonra Hacını qətlə yetirirlər. 1988-ci ildə də rayon mərkəzindəki mitingdən çıxıb Azəri türkləri yaşayan məhəlləyə hücuma keçən azğın ermənilərin fikrini yayındırıb, həm gəlinini, həm də o məhəllədə yaşayan Azəri türklərini xilas edən Qaraboğaz Məhəmmədi silahının patronu qurtarandan sonra daş qalaq edib öldürdülər. Qoca kişi öz ölümü ilə neçə insanların ölümünün qarşısını ala bildi. Bəlli olduğu kimi 88 mart ayı Sumqayıt hadisəsindən sonra Ermənistanın bütün rayonlarında başladı ermənilərin mitingləri, Azərbaycanlılara qarşı əvvəldən planlaşdırılmış, planlı tədbirlərin həyata keçirilməsi. O cümlədən də deməli ən axırıncı dalğa gəlib çatdı bizim rayona. Mənə belə gəlir ki, bizim rayonun Gürcüstanla sərhəd olması və yaxud rayonun əksər kəndləri və əksəriyyətini Azərbaycanlıların təşkil etməsi və eyni zamanda orada yaşayan Azərbaycanlıların əksəriyyətinin Gürcüstan və Azərbaycanla qohumluq əlaqələrinin olması bu səbəbdən, ya hansı səbəbdənsə ən axırıncı o dalğa gəlib çıxmışdı Kayino rayonuna. Ermənilər öz işlərini altdan görürdülər. Və axşam televizorda mən özüm də eşitdim, Moskvadan veriliş gedirdi və eyni zamanda Bakıdan da verilişdə qeyd etdilər ki, artıq ermənilər Azərbaycanlıların son rayonunu, nə bilim nə, yeni Azərbaycanlıları incidirlər, məhəllələrə keçirlər, məhəllələrdə ot tayalarını yandırırlar, evlərə od vururlar, o vəzifəli şəxsləri, o gözə görünən ziyalıları deyək də, belə ziyalıları incidirlər, ya işə buraxmırlar, ya müəyyən atmacalar atırlar, nə öldürürlər, belə söz-söhbətlər. Və noyabr ayının 22-sində atam xanlardan dala qayıtmalı olur. Bu verilişi eşitdikdən sonra ki, uşaqlar orada qayıdır, gedir, gedəndə başlayır bunlara ürək-dirək verməyə ki, bu ermənilər əgər bu Kalinoda yaşayanlar mənim əlimin altında böyüyübdülərsə, burada yaşayıblarsa, bunlar hamısı bir-birimizi tanıyırlar. Niyə qorxursunuz? Onlar sizə neyniyə bilərlər? Axı, erməni tarixən heç vaxt Azərbaycanlılara üstün gəlməyibdir. Onlar da bunlara ürək-dirək verir. Nə də olsa cavanlar müəyyən söz-söhbətlərlə öz ehtiyatlarını əldən vermirlər. Gecə bir yerdə yığışıb qalmaq, məhləni qorumaq, ev eşiyi, arvad uşağı qorumaq eləmək məqsədi ilə bunlar gözətçi zat. Kişi də gecəni yatır, ayın 22-si, noyabr ayının 22-si səhər durur. Xəbər çatır ki, artıq rayonun mərkəzində miting keçirilib, mitingdə qərara gəlibdilər ki, Azərbaycan məhəlləsinə gedib, Azərbaycanlıların məhləni dağıtmaq, ot tayasını yandırmaq və evlərdən hansı yolla, hədə qorxu ilə bunları rayondan çıxartmaq lazımdır. Özə bir daha təkrar edirəm, artıq Ermənistanda ən axırıncı rayonlardan biri idi ki, Azərbaycanlılar çıxmamışdı. 3000-4000-ə yaxın erməni dəstəsi, özdə biri bizim rayonun yox, bizim rayonla bərabər Lennakandan, Kiravakandan və başqa-başqa rayonlardan onların da özlərinin o müxalifəti deyək, o saqqallılar deyirlər, nə bunlarla bir yerdə 3-4 min məhəlləyə girişirlər. Məhəlləyə girişəndə artıq kişi görür ki, məsələ o yerdə deyil. Bundan başqa kişi də dünya görmüş kişi, 2-3 müharibə görmüş kişi, o 18-ci il Andranikin haqq hesabının canlı şahidi idi. Sonra 40-cı ildə müharibəyə gedib, 45-in axırı müharibədən gəlib.
O da dünya görüşlü, təcrübəli adam. Hansı yollasa artıq uşaqları zadı aradan çıxardı. Aradan çıxardıb, ya da maşında yer olmadığına görə, nəyə görəsə bir gəlin qalıb, bir də bu qalıb evdə. Məcburi bu gəlini də gizlətməli olub. Gəlini gizlədibdir, orada o malqara saxlayırlar. Malqaranın deməli yemzad, o yemzad olan otağa gəlini salıb, meşoku da atıbdır bunun üstünə ki, da adam yoxdur, meşokdur. Bundan başqa ermənilər görübdülər axı ki, bu arvad uşaq maşınla çıxdı. Elə bilibdilər ki, elə tək kişi qalıbdır da. Gəlibdir, o kütlə çatıbdır bizim həyata. Darvazadan atlanıbdılar, keçibdilər, ot tayasını yandırıbdılar. Və ot tayasını yandırmamışdan əvvəl, deməli, kişini daşa tutublar. Kişi həqiqətən qorxub qaçmırmış. Dayanırmış, gəlirlər, indi yəqin gəlib keçəcəklər də, hamısı da bunların məni tanıyır, mənə heç nə eləməzlər. Elə çatanda başlayıblar daş atmağa. Daş atmağa bu ərəfədə kişi artıq məcburi evə girməli olur. Bu evə girəndə götürüb keçibdilər, hətta məndə o şəkillər var, ot tayasının zadın yanması. Bilməm, şəkil 88-də çəkiləndir, bir o qədər yaxşı görünməyəcək. Ot tayasının yanması. 90 yaşında kişi öz əli ilə, öz əziyyəti ilə ot yığıb. Görün, indi biz özümüz bir balaca bir şey eləyəndə, o dağılanda, sınanda təsir eləyir. Onun neçə ton otun yanmasını görən, görün, dözə bilməyib. Evdə silahı var imiş. Götürüb 3-4 saat bu həmin talpa ilə, o kütlə ilə vuruşmalı olub. Atışıb, atışmada deməli, ermənilərdən yaralanan da olubdur, ölən də olub. Ancaq onu başa düşə bilmirəm, nəyə görəsə onu gizlətdilər. Polislər olubdur, hərbiçilər olub, hətta tam dəqiq məlumatdır, bu hərbiçilər o gedişatın şəklini çəkirlərmiş. Onu da mən çox komendantdan xahiş elədim, o Moskvadan gələn, Yerevandan gələn orqan işçilərindən ki, bəs o plyonkanı, o şəkilləri vermədilər. Bütün Qərbi Azərbaycanda bir-birinə oxşar belə hadisələr davam etməkdə idi. Rus əskərləri də həmişə hadisə törədiləndən sonra gəlir və çox vaxtda erməni mövqeyini müdafiə edirdi. Erməni-türk münasibətlərində Rusiyanın həmişə bircə mövqeyi olub. Hansı yolla olur olsun, istər açıq-aydın, istərsə də gizlin, ermənini müdafiə etmək. Çox vaxtda Ruslar atan Kazaklar da mövqeyində olublar. Çünki erməninin Qafqaza gətirilməsi, Azərbaycan torpaqları hesabına qondarma Ermənistanın yaradılması da Rusun əli ilə olub. 1-ci Pyotrun varisləri öz babalarının vəsiyyətini yerinə yetirməkdə həmişə sədaqətli olublar. Bu 3-4 saat atışma ərəfəsində bu həm gəlin sağ-salamat qalır və eyni zamanda rayonda az yox, neçə minə yaxın Azərbaycanlılar yaşayırdı. Onu da qeyd edeyim ki, ilk həmin məhəllədə, ilk Azərbaycanlı evi bizim evdir. Bizim evdən sonra Azərbaycanlı evləri gəlirdi. Bu ərəfədə bütün orada olan Azərbaycanlılar özə pis vaxta düşüb, demir əslində. Belə ki, iş vaxtı olub. O kişilər, əli tutanlar hamısı işdə, evdə qalan qocalardır, uşaqlardır, gəlinlərdir. Həmin ərəfədə bütün deməli məhəllə çıxıbdır. O yaxın kəndlərə zada qaçıb gedibdilər. Və deməli bu öz gəlininin qorumaqla bərabər bütün o məhəllənin, rayonun, o qadınların, uşaqların yolunda özünü qurban veribdir. Fikir verirsinizmi? Bazı sifətində, bu çənə hissəsi artıq görünür çənəsi zat sınıbdır. Sonra bu sifət, göz hissəsi tam qara, göz hissəsi çıxıb. Sonra alın hissəsində partlaq və xəstəxanada o partlağı tikmişdilər. Budur, gizli gecə saat 3-4-də bu bizim evdə axrana qoymuşdular ki, birdən tabut meyidi götürüb gətirərlər Azərbaycana ya Gürcüstana. Ona görə hərbiçilərdən və polislərdən axrana qoymuşdular.
Mən gecə ilə onların fikrini yayındırıb, bu şəkilləri çəkmişəm. Qana fikir verirsinizmi? Bu hissiyə uzanmışdı kişi. Bu onun qandır. Və atılan daşların böyüklüyünə baxın. Nə qədər məhlə bütöy daşla dolub. Təmizlənib, neynənmişdir bu qalan hissə? Fikir verin, nə? Bütün hamısı Moskva, Bakı, Moskva, Yerevan, sonra yenə bunların hamısı mənim verdiyim o məktublar, yazdığım telegramlar, mən hamısına yalancı cavablar. Получено, будем принимать необходимые меры. Ermənilərin ki, o fikirləri var, o arzuları var, onlar o arzuya çatmayacaqlar. Çünki ata, baba, torpaq olub bizim. Deyir, Allah Taala'nın belə bir kəlam deyir, gecə eləyər, güc eləyər. 100% mən əminəm ki, bu axı 90 yaşında kişinin ola bilməz ki, mən qəbrini ziyarət eləməyim. Beləcə, balalarımızın, nəvələrimizin əllərindən tutub, öz dədə-baba torpaqlarımıza qaydacağımız gün var qabaqda. Bizim yurtlarımız, ocaqlarımız yad adamları isitməyəcək. Çünki bu gün bizim əzəli torpaqlarımızda yaşayan ermənilər torpaq istəyi, yurt məhəbbəti ilə yox, Rusların Azəri türkləri ilə Osmanlı türkləri arasında bunca dövlət yaratmaq siyasəti ilə bu ərazilərə köçürülüb. Ona görə bugün Ermənistan deyilən ərazidə heç 1 milyon da olsun erməni qalmayıb. Dünyanın müxtəlif bölgələrinə səpələniblər. 88-ci ildən bəri çəkdiyimiz ağrı acılar mahnılarımızda, şərqilərimizdə də özünü göstərməkdədir. Sazın, sözün beşiği sandığımız Ulu Göyçə haqqında Rəşid Hüseynlinin oxuduğu Göyçəm türküsündə də Qərbi Azərbaycandakı ellərimizin həsrəti duyulur. Sevmedim vefalıya könül hemdemim, sevmenim vefalı könül hemdemim, yüreğim olanıp yanar ağlama. Üzme ümidini vüsal deminden, yine adımızı anar ağlama. Vətənin başında ya nələr var nələr, Vətənin başında nələr var nələr, alıb üstümüzü qara gölgələr. Əzizim darıxma, yenə yaz gələr, bülbül gül bağına qonar ağlama. Əlamman olsam da gömrün iləylə, Əlamman olsam da ömrün iləylə, Məyər vidalaşmıram Göyçə eliylə, Göyçə eliylə. Ay belə düşməni məhv edib haqqın əliylə, düşməni məhv edib haqqın əliylə. Bayram əli geri döner ağlama, ağlama. Ay, 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 aman, ay, ay, ay.
sənli, sənsiz qalmışam. Aman göyçə mən də sənsiz qalmışam. Aman göyçə sənli, sənsiz qalmışam. Aman göyçə mən də sənsiz qalmışam. Yetiməm, gezə bilmirəm. Əlimi əlindən üzə bilmirəm. Vətənsiz yetiməm, gezə bilmirəm. Əlimi əlindən üzə bilmirəm. Sənin əzlətinə dözə bilmirəm. Sənin əzlətinə dözə bilmirəm. Aman göyçə sənli, sənsiz qalmışam. Aman göyçə mən də sənsiz qalmışam. Aman göyçə sənli, sənsiz qalmışam. Aman göyçə mən də sənsiz qalmışam. Başı beqarmı olan, bülbül vətənində besarmı olan, qəribdə vətənli olarmı yolam, qəribdə vətənli olarmı yolam. Aman göyçə sənli, sənsiz qalmışam. Anam göyçə mən də sənsiz qalmışam. Aman göyçə sənli, sənsiz qalmışam. Aman göyçə mən də sənsiz qalmışam. Əhli İslam olan eşitsin, bilsin. Can sağ ikən yurt vermərik düşmənə. İstərsən Urusiyet nə ki var gəlsin. Can sağ ikən yurt vermərik düşmənə. Şenlik, nə durursan atları minin. Sıyra qılınç düşmən üstünə dönün. Artıracaqdır şan bu Al Osmanı. Can sağ ikən yurt vermərik düşmənə. Azərbaycanımızın xoşbəxt gələcəyi yalnız Azərbaycan torpaqlarının bütövlüyü ilə bağlıdır. Bu bütövlük balalarımızın, gələcək nəslin tarixi torpaqlarımızda, dədə-baba yurtlarımızda firavan yaşaması deməkdir.